Hamıya salam dostlar. Mən Misir Qasımlı ilə bağlı bir məlumat yenə paylaşmaq istəyirəm. Eee, Olduğu həbsxanada Azərbaycanlılara qarşı olan administrasiya tərəfindən olduğu həbsxanada Azərbaycanlılara qarşı təhqir olunub, əziyyət vermək istəyiblər və s. və s. orada olan söhbətlər. Buna da Misir Qasımlı bu söhbəti daha da irəlilədib və onlara qarşı ağır cavablarını veriblər. Bununla bağlı sonra gəliblər, üzr istəyiblər. Deyiblər ki, hə, haqlısınız, belə bir şey ola bilməz, olmamalıydı. Və müəyyən vaxt keçəndən sonra eyni davranış yenə oldu. Eyni davranış olanda Misir Qasımlı təkrar onlara cavabını verdi, ağır cavabını verdi. Və bugünkü gündə olduğu həbsxanadan Qırmızı Lager deyə bir dənə həbsxanaya aparırlar. Bu dəqiqə düzdür, hələ getməyib, sabah gedəcək. Yəni bir gün vaxtı var, sabah gedəcək. O da nəyə görə? Qatarla aparırlar. Qatar dayanıb və hal-hazırda ən yaxın həbsxana haradısa ora hələ ki aparıblar. Orada da sabahı gözləyirlər ki, tezdən Qırmızı Lager deyilən həbsxanaya aparsın və bildiyim qədərilə, eşitdiyim qədərlərdə ki, oradakı o həbsxana çox ağır həbsxanadır və eyni zamanda insanlara əziyyət verirlər, lori dil dediyim sındırmaq istəyirlər. Misir Qasımlı da ki, deyir ki, mən yəni ora getsəm, özümü öldürəcəm. Çünki yəni mən özümü pozitiv eləmirəm, mən Azərbaycanlıyam, mən əsla elə bir şeyləri mənim nə qanım, nə canım heç nə götürməz. Misir Qasımlı öz vətəninə görə, öz qeyrətinə görə orada hamıya Azərbaycanlılara qarşı kim ki təhqir eləyib, hamıya cavabını verib lazımlı olduğu qədər. Yəni Misir Qasımlı qardaş Azərbaycana 6 dənə şəhid göndərib. Çöldən olan 6 dənə şəhid göndərib. Bir dənəsini içəridən göndərib. Obşi 7 nəfər göndərib. Yəni günahsızdır, hələ də oradadır. Səbəbsiz yerə saxlayırlar. Düzdür, mən çox hakim deyiləm, belə söhbətlər eləməyə də çox belə bacarmıram. Amma yəni Misir Qasımlıya dəstək olmaq lazımdır. Bir gün qalıb. O insan yəni deyir ki, mən ora getsəm, mən özümü öldürəcəm. Mən əsla özümə sığışdırmaram ki, orada məni əsinlər. Cemboyda ki, mən Azərbaycanlıyam, Azərbaycan xalqındanam və Azərbaycan xalqından dəstək istəyir. Sizdən də xahişim odur. Odur ki, mən videoda paylaşmışam profildə, düzdür o profildəki video, Misir Qasımlıya aid video girib baxa bilərsiniz. O TikTok tərəfindən qadağa olundu, amma yenə də ki izlənilir, amma kəşfiyyata düşmür. Mən əslində o videonu paylaşmışdım. Və təkrar dediyim kimi, mən belə danışıqları çox bacarmıram. Dostlar, bu videonu görənlər, hamı zəhmət olmasa paylaşsın, təkrar paylaşsın, nə bilim, storyya qoysun. Əlimizdən gəldiyi qədər dəstək olaq, dayanmayaq. Bəlkə həqiqətən dəstəyimiz oldu, köməyimiz də idi. Azərbaycanlıdır da, döyüşlərdə olub, müharibələrdə iştirak eləyib, xalqını, vətənini qoruyan olub, öz vətəninə görə canını ortaya qoyan olub. Bilməyənlər üçün girin Misir Qasımlı yazın. Hakim qarşısında necə cavablar verir. Günahı olan insan o qaydada o cavabları verə bilməz. Bir insan bu qədər özündən əmin ola bilməz. Yəni bu insan deyir ki, mənim günahım yoxdur, günahsız yerə saxlayıblar. Və mən də eyni zamanda da bilirəm ki, günahsız yerə saxlayıblar. Bir insanı əgər ki, günahı ola saxlasaydılar, o insanın heç səsi sorağı çıxmazdı. Nəyə görə saxlayırlar? Yəni bu videonu xahiş edirəm, paylaşaq, dəstək olaq. Mən son paylaşdığım videoya da baxaq. O orada heç vaxtı qoymayıb da, o Azərbaycanlı dustaqlarını heç vaxtını qoymayıb əzəsin, onlara qarşı söz deyilsin. Yəni bir Azərbaycanlı olaraq öz ölkəsinə, öz nə bilim vətəninə, öz vətəninin oğullarına söz deməyi əsla qoymayıb orada. Bizim əlimizdən düzdür, hal-hazırda video paylaşmaqdan başqa, səsimizi eşitdirməkdən başqa əlimizdən heç nə gəlmir. Xahiş edirəm sizdən, bu videonu paylaşın. Bu qədər.